Salam hörmətli YouTube və TikTok izləyiciləri, axşamınız xeyir. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhərdir. Gəncə şəhərində Azərİttifaqda, yəni Heydər Əliyev prospekti ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində yerləşən svetofordan, yəni həmin ərazi bildiyiniz kimi Azərİttifaq adlandırırıq. Bax, həmin deməli svetofordan bu binaya qədər olan məsafə maksimum 40-50 metrdir. Alov deməli Aptovoy bazanın qarşısında olan binadır. Yəni bax, indi mən sizə göstərəcəm. Qarşıda deməli pəncərə Heydər Əliyev prospektinə baxır. Qarşıda gördüyünüz deməli otaqda televizordan başqa bütün əşyalar qalır. Bax, bu əşya, qabaqda dvurspalni kravat. Bax, bunlar mənzildə qalır, həmin qiymətə daxildir. Həmin pəncərənin arxasında Heydər Əliyev prospektidir. Eyni zamanda Alov ticarət mərkəzidir. Yəni Aptovoy kimi tanıdığımız bazadır. İnsə mən təmirlidir, sənədi çıxarışdır, yəni asan xidmətdə alqı-satqı gedən sənəddir. İnsə mən ikinci otağı göstərirəm. İkinci mərtəbədir. Yuxarıdan 18, aşağıdan isə 20 nömrəli orta məktəblər yerləşir. Burada isə deməli, bax, bura artırmadır. Artırma üçün 4-dədir. Mənə bu cür məlumat verilib. Deməli, qarşıda gördüyünüz bax, bu mebel dəstəsi evdə qalır. Bax, mənə deyilənə görə bax, bu ərazi deməli hardasa texpasportda göstərilməlidir. Yenidən mən otaqların necə olmalını sizə göstərirəm. Bax, belə bir 2 otaq, 3 otağa düzəldilmiş mənzilin qiyməti 88.000 manatdır. Qiymətində mənə deyilənə görə mütləq razılaşma olmalıdır. İndi isə siz qapıdan giriş hissəsini görürsünüz. Gördüyünüz kimi qapısı dəmirdir, təmirlidir. 1,5 tonluq su bakı var. Bura isə deməli hamamıdır, böyükdür, təmirlidir. İnsan mətbəxi keçirəm. Bax, mətbəxim həqiqətən belə deyim də, yəni mətbəx mebeli bax, bu otağa aiddir. Nə mənada? Çünki çox belə səliqəli düzəldilib. Bax, o fikri demək istədim. İndi qarşıda isə deməli isti sistemini görürsünüz, 2 minutqadır. Mətbəx mebeli evdə qalır. Bax, belə bir 2 otaq, 3 otağa düzəldilmiş mənzilin qiyməti 5 mərtəbəli deməli mərtəbənin ikinci mərtəbəsidir. Qiymətin 88.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Başqa regionlar üçün də onu da deyim ki, yəni bura şəhərdir. Beynəlxalq xəstəxananın aşağı tərəfdə demək mümkündür. Dəmir yolu vağzalına gedən yolun sol tərəfindədir. Yəni Qlandan gəldikdə dəmir yola getdikdə yolun sol tərəfində, dəmir yolu vağzalına getdikdə yolun solunda yerləşir bu bina. Yenidən mən sizə otaqları göstərirəm. Qiymətin 88.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.